Salam, yeni bir videoda hər birinizi yenidən xoş gördük. Bu videoda Montaigne'nin Denemelər adlı kitabı var. Ondan bir hissəni sizlər üçün oxuyacağam. Səhifə 148-də yamyamlar üstünə, yəni yamyamlar haqqında bir bölmə var ki, yamyamların həyatı, düşüncə tərzləri və başına gələn bir hadisə barəsində burada bu hadisəni burada qeyd edir. İlk olaraq belə başlayır. Türkçədə çalışacağam Azərbaycan dilində öz dilimizdə ifadə edeyim. Ağlın qaydalarına uyaraq, ağlın qaydalarına tabe olaraq onlara barbar deyə bilərik. Amma bizə bənzəmirlər deyə onlara barbar deyə bilmərik. Yəni burada ağıl dedikdə Avropa ağlı nəzərdə tutulur. Hansı ki, rasional ağıl, Renesans sonra elmi ağıl, bu ağıl nəzərdə tutulur. Ki, əgər bu qaydalara tabe olsaq, onlara biz barbar deyə bilərik. Amma bizə bənzəmirlər deyə, bizim kimi deyirlər deyə onlara heç vaxt barbar deyə bilmərik. Çünki Avropalıların və yaxud bugün özünü müasir hesab edənlərin bu adəti var ki, özlərini oxşamayan şəxslərə, öz qəbilələrə, topluma, mədəniyyətə, yəni özlərini mərkəzdə qoyurlar və özlərinə oxşamayan topluma, mədəniyyətə barbar mədəniyyət deyirlər. Eynən də Montaigne bunu tənqid edərək deyir ki, biz yamyamlara, yəni yamyam dedikdə Amerikanın yerli qəbilələri, yerli əhalisi, Afrikada yaşayan əhali bunları nəzərdə tuturlar. Yəni onlar bizə bənzəmirlər deyə biz onlara barbar deyə bilmərik. Və davamında deyilir ki, əgər barbarlığa qalsa, yəni biz onlardan daha barbarıq. Müharibə məsələsini açıqlayır. Çünki Avropa hər yeri istila eləmək istəyir, hər yeri özünə tabe eləmək istəyir və işğallar törədir, insanlar öldürür və nə üçün yeni məkanlar, yeni yerlər əldə eləməsi üçün hər yeri işğal eləməyə çalışır. Amma Montaigne burada yamyamların müharibə anlayışının bizdən tamamilə fərqli olduğunu ifadə edir. Bizim müharibə anlayışımız odur ki, yəni Avropa nəzərdə tutur. Odur ki, biz yeni yerlər işğal eləyək, oraları tutaq, öz İslamımıza saxlayaq. Amma yamyamların əsas ideyaları bu deyil. Bu burada deyir. Yamyamların müharibədə ideyası dəyərlər üzərindədir. Dəyər qısqanclığı olur və yaxud dəyər yarışması olur. Onların necə deyək, doğa, yəni təbiət onların bütün ehtiyaclarını ödəyir. Bütün ehtiyaclarını onlara ödədiyi üçün onların yeni yerlər işğal eləməsi, yeni yerlər tutmasına ehtiyac yoxdur. Zaten artıq onlarda mülk anlayışı yoxdur. Bunu ifadə edir. Və dəyərlər üzərindədir. Müharibələrin hamısı dəyərlər üzərində. Müharibədə, həmin döyüşdə qalib olduqda gedib həmin qəbilənin olduğu məkanı və ya həmin yeri işğal eləmirlər. Sadəcə bunu bir şərəf olaraq özlərinə qəbul edirlər. Yəni müharibə tutmaq şərəfi və bizim dəyərlərimiz üstündür adlı şərəfi ilə geri qayıdırlar. Onların arxasına gedib onları istila etmirlər. Belə bir fərq var arada. Amma Avropa neyini istila edir. Daha sonra Montaigne yamyamların əxlaqi xüsusiyyətlərini qeyd edir və belə deyir ki, hər kəs öz yaşında olanlara qardaş, fərqi yoxdur, doğma qardaş olsalar da olmasalar da, öz yaşlarındansa qardaş deyirlər. Özündən gənc olanlara övlad deyirlər. Yaşlı insanlar özündən gənc olanlara, özündən cavan olanlara, cavan nəslə öz övladı olsa da, olmasa da övlad deyir və bütün yaşlılar hər kəsin atası sayılır. Bütün yaşlılar istisnasız olaraq bütün gənclərin atası sayılır. Onlara hörmət mənasında ata deyirlər yəni. Və digər bir əxlaqi xüsusiyyətini burada qeyd edir. Yaşlılar bütün varlıqlarını, bütün nəyi varsa, yəni yaşlı indiyə kimi nə əldə etmişsə, nə malı mülkü varsa, bütün varlıqlarını heç bölmədən, yəni onlar arasında bölmədən hər kəsə birdən miras buraxır. Yəni öz övladlarını bölüb vermir, öz necə deyək, varlığını, var dövlətini öz övladına vermir. Və buraxanda, dünyasını dəyişəndə, miras buraxanda hər kəsə, yəni bu bir qəbilədir, bir qəbilədə nə qədər insan yaşayır və hər kəsə vəsiyyət edərək dünyadan köçür. Sonunda belə bir cümlə deyir, təbiətin bütün yaratdıqlarına verdiyi hər şey beləcə hər kəsin olur. Və bayaq da dediyimiz kimi bunu qeyd edir ki, yamyamlar üçün müharibə yeni yerlər işğal etmək, yeni yerlər əldə etmək deyil. Sadəcə onlar üçün bir şərəfdir, bir dəyərdir bu, qarşı tərəflə müharibə aparmaq. Və bu müharibədə qalib gəlmək də bir şərəfdir. Dəyərləri üzərində müharibə aparırlar və bu müharibədə qalib gəlmək bir şərəfdir. Və əgər bu müharibədə qarşı tərəfdən bir nəfəri əsir tutsalar, ondan qarşı tərəfdən hər hansı mal, mülk istəmirlər onu geri qaytarmaq üçün. Sadəcə və sadəcə onların məğlub olmasını qəbullandırmaq istəyirlər. Yəni əsir tutdular və əgər həmin əsir məğlub olduqlarını qəbullanarsa, bunu qəbul edərsə, ona azad edirlər. Amma yamyamlar daha şərəfli həyat sürmək istədikləri üçün ölməyi bundan daha üstün tuturlar. Və daha sonra
belə bir şeir qeyd edir Montaigne. Zəfər zəfər deyil. Məğlub düşmən məğlubluğunu qəbul etmədiksə, yəni məğlub düşmən öz məğlubluğunu qəbul etmədiksə, zəfər deyildir. Belə bir şeir qeyd edir. Daha sonra başına gəlmiş bir hadisəni danışır. Biraz uzun yazır, onların əxlaqi dəyərləri barəsində bəzi məsələlərdən danışır. Və sonunda bir hadisədən danışır ki, Amerikanın yerli əhalisindən, yerli millətindən 3 nəfər Fransaya gəlir. Fransada hətta orada Kral Charles da həmin orada olur və onları qarşılayır. Bu 3 nəfər Avropa mədəniyyətini, Avropada insanların həyat tərzini öyrənmək üçün Fransaya gəlirlər. Və Kral Charles onlara Avropa mədəniyyətindən, Avropanın üstünlüklərindən, onların yaxşı yaşamasından, onların həyat şəraitinin necə də onların həyat şəraitinin necə də ali olmasını danışırlar və bunu izah edirlər, göstərirlər, mədəniyyətin inkişaf eləməsi, texnologiyanın, indi həmin dövr texnologiya daha çox inkişaf eləməmişdi, elmin inkişaf eləməsi, sənətin inkişaf eləməsi, bunları çatdırırlar və axırda yamyamlar 3 dənə şeyə təvcüh edirlər və 3 təvcüh bildirirlər ki, burada Montaigne o 3 təvcühdən, yəni onların 3 şeydən birini unutduğunu deyir və 2 şeyi qeyd edir. Birinci şey burada qeyd edib, deyir, ən başda təəccübləndikləri şey saqqallı, güclü, qüvvətli, silahlı bir sürü adamın uşaq yaşındakı bir kralı müdafiə etdiyini, onun necə deyək, müdafiəsində durduğunu, onun qoruduqlarını qeyd edir. Yəni bu yamyamlar təəccüblənirlər ki, bu güclü şəxslər, saqqallı, güclü, yəni bədən baxımından daha üstün şəxslər necə olur ki, kral uşaqdır axı və yaxud ola bilər ki, prens olsun, necə deyək, vəzir olsun və yaxud hansısa bir vəzifəli şəxs olsun və daha qoldan qüvvətli şəxslər həmin şəxsi qoruyur və buna təəccüblənirlər və deyirlər ki, niyə həmin o güclü şəxslərdən biri onun yerinə kral olmur? Yəni bunların anlayışı belədir ki, daha güclü şəxs kral olmalıdır. Və birinci təəccübləndikləri şey budur. İkinci təəccübləndikləri şey isə odur ki, və belədir, öz dillərində bir tək bədənin əli, qolu, parçaları bir-birinin yarısı olaraq anlatdılar insanların kimlərinin nədən, nə üçün bolluq, rahatlıq içində keyf sürüb, bir çoxlarında dilənçilər kimi yaşadıqlarını qeyd edirlər. Bəzi sözlər türkcə oldu, yəni çalışacağım bizim dildə izah edeyim və ikinci təəccübləndikləri şey budur ki, eyni dildəndirlər, eyni millətdəndirlər və bunlar bir bədənin parçalarıdır. Bir bədənin parçaları olduğu halda necə olur ki, bəziləri bolluq içərisində yaşayır, bəziləri isə dilənçi formasında yaşayırlar və bunlara çox təəccüblənirlər yamyamlar. Üçüncüsündə qeyd etmir, üçüncü nədirsə unudub ya bəzi səhvlərə görə qeyd etmir, onu bilmirlər. Və bu iki şeyə çox təəccüblənirlər. Birincisi, bayaq dediyimiz kimi, qoldan daha qüvvətlilərinin zəifləri qoruması, zəif bir nəfər seçib kral onu qorurlar və onun qorunması. İkinci şey isə eyni millətdən, eyni qandan olanlar bəziləri daha yaxşı yaşayırlar, bəziləri isə dilənçi formasında dilənçilik edirlər. Və bunların səbəbi bunlar çox təəccüblənirlər. Və bu hissə mənə daha çox təsir etdiyi üçün sizlərlə bölüşmək istədim. Eynən Jean-Jacques Rousseau ki, hansısa ictimai müqavilə və Emilia adlı əsərlərin yazarıdır. Bundan təsirlənir və o da insanların xoşbəxt halının ilk təbii halında olduğunu, yəni eynən yamyamlar kimi təbii halında, təbiətə üz tutduqda baş verdiyini qeyd edir. Deyəsən, səhv eləmirəmsə, eynən bu hekayədən də təsirlənmişdi Jean-Jacques Rousseau. Bugünlük bu qədər. Ümid edirəm ki, bu video sizlərin xoşuna gəldi. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.